Salamlar. Bu videoda JavaScript-də array funksiyalarından danışacağıq. JavaScript ES6 ilə bir yerdə müxtəlif array funksiyaları gəldi və arraylərlə işləmə, arraylərdən fərqli arraylər yaratmaq və filtr etmək üçün yeni daha yaxşı metodlar gəldi. Əvvəllər işlədikdə məsəl üçün array ilə for each loopu ilə bir yerdə iterasiya edə bilirdik, amma artıq fərqli metodlar gəlib. İlk metodumuz map funksiyasıdır. Bu necə olur? Məsəl üçün sizin qiymətlər deyə bir arrayiniz var və həmin bu qiymətlərdə bəzi məhsullarınızın qiymətləri var. Məsəl üçün 200 manatlıq var, 300 manat, 400, 600 deyə belə bir arrayiniz var. Hansı ki burada siz qiymətləri store edirsiniz. Siz yeni bir array yaratmaq istəyirsiniz və deyirsiniz ki, artıq məsəl üçün 80% endirim var. 80% endirim o deməkdir ki, hər bir qiymət 0.8 ilə vurulmalıdır, düzdür? Çünki 80%-ni götürəcəyik. Bu zaman nə edirik? Bu zaman yeni bir array yaratmaq üçün əvvəllər nə edirdik? For each ilə bir iterasiya eləyib götürürdük. Amma artıq daha rahat bir şəkildə bunu etmək olur. Necə etmək olur? Deyirik ki, const, məsələn, endirimli qiymətlər deyək. Və həmin bu endirimli qiymətlər nöqtə map funksiyası ilə hər bir qiymət götürüləcək. Bunun üçün bu arada ES6 sintaksına biraz hakim olmanız lazımdır. Burada bir qiymət parametrini alan bir funksiya işə salınır və deyirik ki, qiymət vurulsun 0.8. İndi bunu ekrana yazdıraq və ondan sonra izah edəcəm o nədir. Endirimli qiymətlər desək, bunu save eləsək və node ilə bunu işə salsaq, burada 80%-nin dəyərlərini, yəni 80% endirimli olan qiymətləri görürük. Burada bu nə deməkdir? Qiymətlər nöqtə mapdir. Baxın, mən bunu cəm halında yazmışam. Çünki burada qiymətlər store olunur. Qiymətlər dedikdə, map olanda bizə hər bir qiymət gəlir. Buradakı hər bir qiymət, hər bir array'in elementinə bərabər olur. Baxın, bu bir funksiyadır. Bunu bu şəkildə də yaza bilərdim. Funksiya kimi, mötərizə içərisində də yaza bilərdim. Amma bildiyimiz kimi, əgər bir parametri gəlirsə, bu zaman mötərizə içərisində yazmaya ehtiyac yoxdur. Bu şəkildə hər bir qiyməti götürürəm və hər bir qiymətin üzərində deyirəm ki, qiyməti 0.8-ə vur. Və həmin bu map funksiyası bizə, bu void bir funksiya deyil. Bu bizə, baxın, burada number array'i qaytar. Yəni, number tipində olan, çünki biz number şəklində yazmışıq array'imizi, bu şəkildə bir array qaytarır. Və endirimli qiymətlər dəyəri endirimli bir şəkildə qabağımıza çıxır. Növbəti metodumuz isə array metodumuz. Bunu kommentariya alaq, çünki ekrana yazırıq da çıxmasın. Növbəti isə filtrdir. Filtr nədir? Filtr metodu şərtə uyğun elementləri seçib yenə bu həmişə kimi yeni array qaytarır. Necə? Məsəl üçün bizim məhsullar deyə bir dənə array'imiz var və gəlin bu dəfə fərqli bir şey eləyək. Bu array'in elementləri obyekt olsun. Məsəl üçün, adı nə olsun bunun? Adı olsun, notebook olsun. Qiyməti isə, məsəl üçün 1000 manat olsun. Bunu kopyalayaq, vergül qoyaq. Məsələn, bu olsun telefon və bunun da qiyməti 2000 manat olsun. İndi mən deyirəm ki, burada filtrasiya eləmək istəyirəm. Demək istəyirəm ki, hətta gəlin bir dənəsində bunu əlavə eləyək. Buna da qoyaq, telefon yox, məsələn, televizor. Bu da olsun 4000 manat. Mən demək istəyirəm ki, 2000 manatdan ucuz məhsulları mənə qaytar. Const ucuz məhsullar deyə yeni bir array yaratmaq istəyirəm və bura yazıram ki, məhsullar nöqtə filtr eləmək istəyirəm onun üstündə. Nöqtə filtr yazıram və mənə yenə nə qaytaracaq? Baxın, mapdə olduğu kimi yenə bir içərisində bir funksiya yazacaq və həmin funksiya parametr olaraq bir məhsulu alacaq. Mən ona görə bunu cəm halında yazdım yenə və buraya yazacaq məhsul. Məhsulun üzərində biz nə kimi filtr eləmək istəyirik? Demək istəyirik ki, 2000 manatdan ucuz. 2000 manat və 2000 olan yox, 2000 manatdan ucuz məhsulları istəyirik. Ona görə burada yazırıq ki, baxın, məhsul kiçikdir, 2000 yazmayacaq. Niyə? Çünki burada hər bir məhsul nədir? Hər bir məhsul bu məhsullar array'inin bir elementidir.
Məhsullar arrayinin elementi nədir? Obyektlər. Obyekti biz rəqəm kimi müqayisə edə bilməyəcəyik. Obyektin içindəki baxın qiyməti biz müqayisə etməliyik. Obyektin içindəki qiymət 2000-dən ucuz olanları göstərsin. İndi bunu console.log deyib ucuz məhsulları ekrana yazdırdıqda nə olacaq? Node main.js deyəndə baxın bir dənə notebook gəldi. Niyə? Baxın bu iterasiya gedir. Hər bir məhsulu götürür. Hər bir məhsul bir obyektdir. Hər bir bu məhsul obyektinin qiymətinə baxır bu atributuna və deyir ki 2000-dən kiçikdirmi? 4000 2000-dən kiçik deyil. Bunu həmin bu array'ə yazmır element kimi. Sonra baxır buna. Yenə qiymət 2000-dən ucuzmu? Xeyr, 2000-ə bərabərdir. Mən burada əgər belə qoysaydım, baxın. Bu zaman 2 dənə gələcəkdir. Çünki 2000-ə bərabərdirmi? Bərabərdir. Ona görə bunu da atır bu array'in içinə. Bu da ümumiyyətlə 2000-dən kiçik olduğu üçün bu şərti qarşılayır və atır bunun içinə. Bu şəkildə bu filter metodu istifadə olunur. Bunlar hamısını niyə deyirəm? Çünki bunlar çox vacib funksiyalardır. İnsanlar bəzən yeni React kimi librarylərə başladıqda, front-end librarylərində başladıqda JavaScript-də və yaxud Express.js-lə backend yazmaq istəyənlər bu metodlarla tez-tez qarşılayırlar. Məsələn, REST API yazanda bu metodlardan istifadə olunur. Ən azından database olmadan, yəni biz də başlanğıcda bir CRUD application yazanda bu metodlar çox istifadə olunur. İnsanlar çaşa bilir və yaxud anlamaqda çətinlik çəkə bilir, qarışdıra bilir. Bu metodları bu şəkildə rahat bir şəkildə öyrənmək çox vacibdir. Çünki mən də ilk başda qarışdırırdım. Amma yəni ki, bu qəliz deyil, gördüyünüz kimi rahat bir şeydir. İndi gəlin fərqli bir dənə metoda keçək. Find metoduna keçmək istəyirəm. Find metoduna baxaq indi. Find metodu filter metoduna bənzəyir, amma ki fərqi budur ki, şərtə uyğun ilk elementi qaytarır. Yenə məhsullarla getmək olar. Hətta bunu bir dəfəlik kopyalaya da bilərik. Burada deyir təsisi var, məhsullar 2 deyək buna. Burada yazaq const ucuz ilk məhsul deyək. Məhsullar 2 nöqtə, bu dəfə find deyəcək. Find yenə hər bir məhsul alır. Bu eyni şeydir yəni. Baxın bu filterdə, mapdə də, finddə də yenə bir şəkildə funksiya olur. Bu məhsul parametri alır. Məhsul da burada hər bir obyektə bərabərdir. Yenə deyək ki, məhsul əgər məhsul nöqtə qiymət, bunların qiymətlərini də eyni eləyə gəlin. Bu da 2000 olsun. Deyək ki, məhsul nöqtə qiymət bərabərdirsə 2000-ə. Console.log deyək, ucuz ilk məhsul. Bunu mən elədim. Baxın, burada bir dənə notebook gəldi, amma bu da 2000-ə bərabərdir. Bunu gətirmədi. Çünki find'ın filterdən fərqi odur ki, bu, həmin bu şərtə bərabər olan ilk elementi gətirir. Bunun tam olaraq fərqi budur, yəni başqa bir fərqi yoxdur. Yenə burada bir şərt verir və bu şərtə uyğun elementi gətirir. Bunlar hamısı ES6 ilə bir yerdə gələn metodlardır. Bunlar aktiv olaraq istifadə olunur. Əgər JavaScript developer olaraq davam etmək istəyirsinizsə, burada çaşqınlıqlarınız varsa, bu videoya baxaraq aydınlaşdıra bilərsiniz. Amma yəni burada çətin bir mövzu deyil. Sadəcə qarşılıqla, məsəl üçün find-la filteri qarışdırmaq olur. Map'in necə istifadə olunduğu qarışdırıla bilir. Bu video ilə bunu dərk edə bilərsiniz. Əgər istək gəlsə, bu növbəti funksiyalar da var. Bunlar ən çox istifadə olunandır. Növbəti funksiyalara da baxmaq olar. Hələlik bu qədər. Digər videolardan xəbərdar ola bilərsiniz kanalı izləməkdə qalaraq.